Salam uşaqlar, bugün sizinlə integral mövzusundan bir quiz izahına baxacağıq. Deməli, ilk sualımızda bizə deyir ki, funksiyanın ibtidai funksiyasını tapın, yəni integralını tapın. Əvvəlcə, fx bərabərdir x üzərində 5 verilib. X üzərində n-in integralı nəyə bərabərdir? Yazırıq ki, x üstündə n-in integralı dx x üstü n toplanılsın 1 bölünsün n toplanılsın 1'ə bərabərdir. Yəni ki, x üstü 5'in integralını tapdıqda yazırıq ki, x üstü 5 dx bərabərdir 5 toplanılsın 1 bölünsün 5 toplanılsın 1. Yəni ki, x üstü 6 bölünsün 6 toplanılsın s. Yəni 6'da 1 x üstü 6 topla s. S burada sabitdir və qeyri-müəyyən integralda hər zaman yazılır. Onda yazırıq B variantı doğrudur. Keçirik ikinci suala. İkinci sualda bizə deyir ki, yəni dx integralını tapın. Biz bilməliyik ki, integrallar, cəmin integralını ayrı-ayrı integrallar cəmi şəklində göstərmək olar. Toplansın 1 bölünsün x dx şəklində verilib. Deməli, biz bunu yazacağıq ki, integral 1 bölünsün x kubu dx üstə gəlsin integral 1 bölünsün x kvadratı dx üstə gəlsin 1 bölünsün x dx bərabərdir. Deməli, 1 bölünsün x kubunu nə şəklində göstərir? X üstü mənfi 3 dx üstə gəlinsin x üstü mənfi 2 dx toplanılsın. Lakin 1 bölünsün x nəyin integraldır? Ln modulda x'in integralıdır. Bərabərdir. X üstü mənfi 3'ü yenə də x üstü n'in integralı qaydası ilə hesablayırıq. Yazırıq ki, x üstündə mənfi 3 topla 1 bölünsün, mənfi 3 toplanılsın 1. Daha sonra toplanılsın x üstü mənfi 2 toplansın 1 bölünsün, mənfi 2 topla 1. Toplanılsın ln modul x bərabərdir. Mənfi 3 üzərinə 1 gələndə x üstü mənfi 2 bölünsün, mənfi 2. Üstə gələk. X üstü mənfi 1 bölünsün mənfi 1 üstə gəlinsin ln modul x və toplanılsın s sabitində yazaq. Burada bərabərdir. Sadəcə burada tam integral almamışam da yazmadım. 1 bölünsün x dx hələ ki qalsın. İndi toplansın s yaza bilərəm. Toplanılsın s. Bərabərdir. X üstü mənfi 2 nə deməkdir? 1 bölünsün x kvadrat. Qarşısında da mənfi var deyə mənfi 2x kvadratı yaza bilərəm. Daha sonra yazırıq ki, üstə gəlsin. X üstü mənfi 1 nə deməkdir? 1 bölünsün x amma mənfisi ilə. Üstə gəlsin ln modulda x toplanılsın s. Gəlin belə eləyək. 1 bölünsün 2x kvadrat çıxılsın olmalıdır. O da eləyəcək. Deməli, B variantı doğrudur. Keçdik növbəti suala. Deməli, bu dəfə bizə müəyyən integral verilib və sərhədlər 1-dən 2-yədir. Sərhəd 1-dən 2-yə 1 bölünsün x kvadratı dx bərabərdir. 1 bölünsün x kvadratını x üstü mənfi 2 göstərək 1-dən 2-yə şəklində yazırıq. Bərabərdir. X üstü mənfi 2'nin integralını tapanda x üstü mənfi 2 topla 1 bölünsün, mənfi 2 toplanılsın 1. Toplanılsın, deməli s yazmırıq çünki müəyyən integraldır. 1 ilə 2. Gətirib yerinə qoyacaq. X üstü mənfi 1 bölünsün, mənfi 1. Sərhədlər 2, 1 arası. X üstü mənfi 1 nə deməkdir? 1 bölünsün x, mənfiyə böləndə qarşısına mənfi atırıq. Bura 2, burada 1 yazırıq. Gətirib 2 qoyub hesablayanı mənfi 2-də 1, mənfi 2-də 1 çıxılsın, deməli 1. O da eləyəcək bizdə ifadənin cavabı mənfi 2-də 1-dən çıxırıq, deməli 1 bölünsün, mənfisi ilə 1. Bunları da hesablayanı mənfi 2-də 1 üstə gəlsin 1, yəni olacaq cavab müsbət 2-də 1. Y variantı doğru olmuş olur. Keçirik 4-cü suala. 4-cü sualda bizə nə istəyir? Yenə də integralını tapmamızı istəyir və müəyyən integraldır. Onda yazırıq integral 1 bölünsün x toplansın 1 şəklindədir. Sərhədlər də 0-dan 1-ə dx. Biz bunun integralını tapanda nə edək? Deməli, ln x şəklində yazsaq, 1 bölünsün x-in 1-2 integralı, 1 bölünsün x-in integralı bizə ln modulda x verəcək.
Ln modulda x verir. Gətirib yazırıq ki, ln modulda x toplanılsın 1. Sərhəd 0-dan 1-ə. Hesabladıqda 1 qoyduqda ln 2 çıxılsın ln 0-ın üstünə 1 gələndə 1. ln 1. ln 1 nəyə bərabərdir? 0-a. ln 2 isə ln 2 olduğu kimi qalır. Yəni cavab olur D variantı. Daha sonra keçirib 5-ci suala. 5-ci sualda yenə ln ilə bağlıdır. 5-ci sualda integral 1-dən 3-ə 1 bölünsün x dx şəklində yazırıq. İndi bunu hesabladıqda bizə verəcək ln modulda x sərhəd 1-dən 3-ə. Gətirib hesablayırıq. Olacaq ln 3 çıxılsın ln 1. Bunlar ln 1 bizə 0 verəcək. O da olacaq ln 3. Cavab olacaq ln 3. Bəs ln 3 nə deməkdir? Onu da hesablayaq. Əslində ln 3 loqaritma y əsasdan 3 deməkdir. Loqaritma y əsasdan 3 deməkdir. Amma neysə yanlış getmiş ola bilər. Bu y üstü 3'dür. Bu y üstü 3'dür. Onda gətirib yerinə qoyanda ln y üstü 3. Bu y üstü 3. İndi y üstü 3'də hesablayanda ln y üstü 3 olacaq nə? Loqaritma y əsasdan y üstü 3. Loqaritmanın xassəsinə görə 3 gələ keçir qarşıya. Olacaq 3 loqaritma y əsasdan y. Əsasla eyni D cavab 1. O da olacaq cavab 3. Yəni 3'ə 1'ə vurduq. Oldu 3. Keçdik növbəti suala. Növbəti sualımız deməli 6-cı sual figurun sahəsinin hesablanmasıdır. Tutulmuş figurun sahəsinin hesablanması. Bizə nə deyir? Deyir ki, y bərabərdir x kvadratı və y bərabərdir 0 əyrisi və x bərabərdir 2 düz xətləri ilə məhdudlanmış sahəni hesablayın. Yəni ki, y bərabərdir x kvadratı, əyrisi y bərabər 0 və x bərabərdir 2 düz xətləri ilə məhdudlanmış figurun sahəsini hesablayın. Əvvəlcə nə edirik? Əvvəlcə biz sərhədləri bilməliyik. Tamam. Ve de hey x2 için bunu buldum. Sərhədləri bilmək üçün nə edirik? Funksiyaları bir-birinə əvvəlcə bərabərləşdiririk. Sərhədlərimizdən biri 2-dir, digəri də x kvadrat bərabərdir 0-a, x bərabərdir 0 olacaq. Digər tərəfdən yazırıq 0, burada yazırıq 2. Yazırıq x kvadratı çıxılsın 0 dx. O da olacaq 0-dan 2-yə x kvadratı dx. X kvadratın integralını tapdıqda eləyəcək x kubu bölünsün 3. Çünki x üstü n'in integralını bayaq dedik. X üstü n plus 1 bölünsün n plus 1. X kubu bölünsün 3. Sərhədi bir dəfə 2 qoyacaq, bir dəfə 0 qoyacaq. 2 qoyduqda 2'nin kubu eləyəcək 8 bölünsün 3. Çıxılsın 0'ın kubu bölünsün 3. O da 3'də 8 etmiş olur. Yəni D variantı doğru olur burada. Geçdik 7-ci suala. Bizə deyir ki, f0 bərabərdir 2 olduğuna görə integral sabiti nəyə bərabərdir? Deməli, fx bizə verib ki, fx funksiyası integral dx bölünsün x toplansın 1'in kubudur. Və bizdən nəyi istəyir? f0 bərabərdir deyir ki, 2'dir. Yəni funksiyanı integrallayıb gətirib yerinə 0 qoyduqda 2 alırıq. X toplansın 1'in kubunu, x toplansın 1'in kubunu. Hansı şəkildə yazırıq? X toplansın 1 üstü mənfi 3 dx yazırıq. İndi bunu integralladıqda x toplansın 1 üstünə mənfi 3 üstünə 1 gəlirik. Mənfi 2 bölünsün mənfi 2 toplanılsın s. İndi gətirib yerinə qoyduqda x-in yerinə 0 qoyuruq. Bərabər 0 üstə gəlsin 1. 1 üstü mənfi 2, 1 üstü mənfi 2 olacaq. Yenə də 1'ə bərabərdir. 1'i də bölürük mənfi 2'yə. Mənfi 2'də 1 toplanılsın s bərabərdir nəyə? 2'yə. Onda hesabladıqda bizə nəyi verəcək? S bərabərdir 2 çıxılsın 2'də 1. Daha doğrusu 2 çıxılsın mənfi 2'də 1. Onların da cəmi bizə verəcək 2'də 5'i. Yəni Y variantı doğru olmuş olur. Geçirik 8-ci suala. 8-ci sualda bizə deyir ki, ln k olarsa k-nı tapın. Deməli, nə yazırıq? Yazırıq 8'də integral 1'dən
5'ə sərhəd 3 bölünsün 3x toplanılsın 1. dx bərabərdir ln k. Olarsa k-nı tapaq. K-nı tapmaq üçün əvvəlcə nə edirik? Gəlin belə eləyək. Burada əvəzləmə üsulundan istifadə eləyək. Əvəzləmə üsulundan istifadə eləyəndə 3x toplansın 1-ə 1t deyək. Onda hər tərəfi diferensiyallayaq. Yəni törəməsini tapaq. 3x toplansın 1 bərabərdir dt. Bunu törəməsini tapanda 3x-in törəməsi 3, dx, çünki x-a görə inteqralladıq. Daha doğrusu törəməsini tapdıq. 1-in də törəməsi 0 bərabərdir dt-yə. Və biz buradan alırıq ki, dx nəyə bərabər olacaq? dt bölünsün 3-ə. dx bərabərdir dt bölünsün 3-ə. Gətirib yerinə qoyub yazaq. Deməli, yazırıq ki, integral 1-dən 5-ə sərhəd 3 bölünsün, 3x toplansın 1-ə t dedik. 3 bölünsün t, dx-ın da yerinə yazdıq. dt bölünsün 3. 3-lər getdi. Qalacaq 1-dən 5-ə. Deməli, 1 bölünsün t dt. Biz də bilirik ki, x-in integralı, daha doğrusu 1 bölünsün x-in integralı nəyə bərabər olmalıdır? ln modulda x. Bunun da integralı bərabər olacaq ln modulda t. Deməli, sərhədlərdə 1-dən 5-ə. İndi hesablayaq. ln t biz nəyə demişik? 3x toplansın 1-ə. ln 3x toplansın 1. Sərhədlər 1-dən 5-ə bərabərdir. 5 qoyduqda yazırıq ln 3-ü 5-ə vuruq. 15 üzərinə 1, 16. Çıxılsın ln, deməli 1 qoyuruq, ln 2. Bu da bizə nəyi verəcək? Biz deyirik ki, loqaritmlərin çıxılması onların bölünməsi deməkdir. Yəni ki, gətirib hesablayırıq. ln 16-nı hesablasaq nə yaza bilərik? Ya 16 bölünsün 2 birbaşa bizə nəyi verəcək? ln 8-i bu şəkildə yaza bilərik. Və bizdən oradakı k-nı istəyirdi. K da oldu neçə? 8. Neysə, yanlış yazmış ola bilərəm. 3, 1, bu 4'dür, üzr sayın. 1, 3 orada 3, 3'ün üstünə 1 gəndə 4. O da eləyəcək ln 4. Yəni B variantı doğrudur. Daha sonra keçirik nəyə? 9-cu suala. 9-cu sualda bizə nə deyir? 9-cu sualda bizə deyir ki, integral 2-dən 16-ya 1 bölünsün x ln 7 dx. Bu çox qəşəng sualdır. Deməli, burada nə edirik? ln 7 var burada. ln 7. Biz bu ln 7-ni sabit olaraq kənara çıxaracaq. Yəni ln 7 əslində orada bir sabit ədəddir. Məsələn, 3-dür, 5-dir, belə bir ədəddir. Onda biz 1 bölünsün ln 7-ni çıxardıq kənara. Qalacaq 2-dən 16-ya 1 bölünsün x. ln 7-ni çıxardıq məxrəcdən. Qaldı 1 bölünsün x. Sabiti kənarda saxlayaq, qalsın orada. Bərabərdir. Gəlin belə eləyək. 1 bölünsün ln 7 vurulsun 1 bölünsün x-in integralı ln modulda x-ə bərabərdir. Sərhədlər də 2, 16 aralığı bərabərdir. 1 bölünsün ln 7 qalsın kənarda. ln 16 çıxılsın ln 2. O da bərabərdir. 16-dan lnlərin çıxılması dedik ki, bölünməsi deməkdir. Olacaq 16-nı 2-yə böləndə ln 8 bölünsün ln 7. Neysə, yanlış yazmış ola bilərikmi? Deməli, ln 7-ni çıxartdıq. Burada da bir dənə nə var? Deməli, ln bunları yazdıq. ln 7-ni çıxardıq kənara. Ya da uşaqlar. Deməli, ln 8 bölünsün ln 7. ln 8-də hesablaya bilərik. Deməli, misalda səhvlik yoxdur. Biz sadəcə burada 16 deyil də 14 verir. Biz bunu 14 yazsaq, hər tərəfdən sərhədləri 14 eləsək, bura birini yazdıq. Burada da sərhəddə yenə 16 yox 14 yazsaq, olacaq ln 14, çıxılsın ln 2. Bu da bölünməsi bizə verəcək ln 7-ni. ln 7-ləri nisbət eləyəcək. Deməli 1. Yəni cavab A variantı doğrudur.
Keçdik digər suala. Digər sualımız nədir bizdə? Deyir ki, 1-3 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. Deməli, ibtidai funksiyasını tapın, yəni inteqralını tapacağıq. Əvvəlcə fx verib ki, bizə fx bərabərdir 3x kvadratı, biz inteqrallayaq bunu, heç fx yazmayaq. İntegral 3x kvadratı çıx 4x topla 3 bərabərdir. 3x kvadratının inteqralı 3 vurulsun. X kubu bölünsün 3'dür. O da bizə verəcək x kubunu. Çıxılsın 4x bizə nəyin inteqralını verir? 4 vurulsun x kvadrat bölünsün 2. Yəni ki 2x kvadrat. Çıxılsın 2x kvadratı. 3'ü də yazırıq ki toplanılsın 3x. Topla s. Bizə deyir ki 1-3 nöqtəsindən keçir. Yəni x'in yerinə 1 qoyduqda 3 alınır cavab. Yazırıq 1'in kubu, x'in yerinə 1'in kubu. Çıxılsın 2 vurulsun 1'in kvadratı. Üstəgəlsin 3 vurulsun 1. Toplanılsın s. Nəyə bərabərdir? 3'ə. 1'dən çıxırıq 2'ni -1. -1'in də üstünə 3 gəlirik. Eləyəcək. Deməli 2. 2 toplanılsın s bərabərdir 3'dürsə, s-ni tapırıq 1. S-ni də 1 tapdıqdan sonra gətirib yerinə qoyuruq. Deməli, nəyə bərabər olacaq? X kubu çıxılsın 2x kvadrat topla 3x topla 1. Yəni B variantı doğrudur.